Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala Resulina Muhammed ve ala alihi ve sahbihi ecmain. Hörmətli müsəlmanlar, Ramazan bayramınız, fitil bayramınız mübarək olsun. Allah-u Teala tutduğunuz oruçları, etdiyiniz duaları, etdiyiniz ibadətləri, namazları, duaları, zikirləri, oxuduğunuz Quranları dərgah izzətində ən gözəl şəkildə qəbul buyursun inşallah. Möhtərəm müsəlmanlar, böyük bir bayramı həyata keçiririk. Ramazan bayramı farahu intisaru aləl nəfs deyirlər. Yəni, nəfis üzərindəki qələbəyə sevinmə bayramı. Müsəlmanın iki böyük bayramı vardır. Biri Qurban bayramı, digəri də fitir bayramı, yəni Ramazan bayramı. Yəni, müsəlmanlar 30 gün oruç tutduqdan sonra nəfis üzərindəki qələbəyə sevinirlər və Ramazanda çox gözəl günlər keçirirlər. Çox gözəl təfəkkürlər, dərin düşüncələr keçirirlər. Xoşbəxtliyin açarını əldə edirlər. Mənəviyyatın açarını əldə edirlər. Və bu dünyanın fani olduğunu və bu dünyada insana əngəl törədən nəfsin, şeytanın deyək ki, ona insan üzərində hakim olmasına qarşı mübarizə aparıb bunda qalib gəlirlər və bunun üzərinə sevinirlər. Və dünyada insanın əsas mənasının nə olduğunu idrak edirlər. Xoşbəxtliyin yolunu əldə edirlər ki, və də bu da insanın ən bu dünyada xoşbəxt edən şeyin mənəviyyat olduğunu bilirlər və qəlbləri Quran oxumaqdan, Allahı zikr etməkdən həzz alır, zövq duyur. Yəni, insan necə ki, yeməkdən və yaxud da geyməkdən, maddi şeylərdən zövq aldığı kimi, qəlb də ələ bi zikrilləhi tatmainnul qulub. Qəlb Allahın zikri ilə tətmin olur, aram tapır və bunu hiss edirlər. Yəni, bu da elə-belə mümkün deyildir. İnsan gərək nəfsini ac saxlasın, nəfis üsyankardır, nəfis insanı yoldan azdırandır. İnsan gərək nəfsi ac saxlasın ki, nəfis insanın ağlına itaət etsin, insanın öz əlində olsun, insanı günahlara, insanı ac-gözlüyə sövq etməsin. Ramazan ayında biz bunu əldə etdik, möhtərəm qardaşlar. Yəni, nəfsimiz üzərində qələbə çaldıq, onu özümüzə tabi etdirdik, onu ağla tabi etdirdik ki, yəni, o Quran-ı Kərimin də buyurduğu ki, Ləqad kərəmnə bəni Adəm, biz Adəm oğlunu gözəl yaratdıq, o gözəlliyi əldə etsin. Yəni, insanoğlu belədir. Yəni, insanoğlu sonuna qədər, son nəfəsinə qədər yaxşı olmaq üçün nəfsinin deyil, ruhunun arzularını, qəlbinin arzularını həyata keçirməsi üçün mücadilə edəcəkdir. Bu, وَعْبُدْ رَبَّكَ حَتَّى يَأْتِيَكَ الْيَقِينَ, ölüm gələnə qədər, həqiqət gələnə qədər davam edəcəkdir. Və bayramınız mübarək olsun, hörmətli müsəlmanlar. Ramazan bayramı böyük bir bayramdır və müsəlmanların nəfsinə qalib gəldiyi günlərdir. Və Ramazanın gözəlliklərini müsəlmanlar 12 ayın digər aylarına da yayması lazımdır. Və fitrə sədəqəsi. Bayramdan öncə bildiyiniz kimi fitrə sədəqəsi verirlər. Fitrə sədəqəsi nədir? Fitrə sədəqəsi kasıb müsəlmanların da Ramazan bayramını idrak etməsi üçün, süfrə qurmaları üçün zənci müsəlmanlar tərəfindən və yaxud da ki, halı yerində olan müsəlmanlar tərəfindən fəqirlərə verilən miqdardır. Yəni, bu 3 kilo xurma və yaxud da buğda qiyməti qarşılığında verilən miqdardır ki, zənci müsəlmanların və yaxud da burada halı yerində sadəcə zənginlik deyil, məsəl üçün, normal keçimini təmin edən müsəlmanların da verməsi gərəkən miqdardır ki, bunu kasıblara verilir. Bu, Ramazanın başında, ortasında, sonunda verilir. Əsasən də Ramazan bayramı öncəsi verilməsi alimlər tərəfindən daha doğrudur. Yəni, Ramazan bayramında fəcr doğmadan öncəyə qədər
sonunda, Ramazanın sonunda bayramdan öncə fəcr doğmadan verilməsi gereken miqdardır. Bu həm bu formada verilir, həm də ki, müsəlmanların deyək ki, Ramazanda göstərdikləri əksikliklər, qüsurları deyək ki, ortadan qaldırmaq üçün Allaha şükür niyyəti ilə verilir. Vəssalamu aleykum və rəhmətullahi və barakatuhu.